Salam bir daha. Bu gün də yenə 8-ci sinif sualları izah edəcəyəm. Masallı İmtahan Mərkəzinin bazar günü keçirdiyi sınaqların izahıdır. 21-ci sual. Kök altında 28 üzərinə gəlir kök altında 64. Bağladıq kökü. İfadəsinin qiymətini hesablayın. Demək olar bu kiçik kökdən 64-dən 8 çıxır. Yəni qalır kök altında 28 üstə gəl 8. Bu da bərabərdir kök altında 28 üstə 8 eləyir 36. 36-dan da 6 kök çıxır. Doğru cavab olur 6 C variantı. 22-ci suala baxırıq. 22-də deyir ki, kök altında 61 ədədi hansı iki ardıcıl tam ədədin arasında yerləşir? Uşaqlar, burada kök altında 61-i ortaya atsaq, geriyə qaydanda kök altında 61, yəni kök altında 49 tam kök çıxanlar var. İrəli gedəndə isə kök altında 64-dən. 49-dan 7 çıxır, 64-dən 8. Deməli, kök altında 61, 7 və 8 arasında yerləşir. Doğru cavab 22-də A variantıdır. Növbətiyə baxaq 23-cü suala. Deməli, 23. 23'də deyir kök altında 5 çıxılsın kökdə A, vurulsun kök altında 5 üstə gəlir kökdə A. Bərabərdir 2 tənliyini həll edin. Burada aşağılar kökün dərəcələri eyni olduğuna görə bir kökün altına salsaq, olacaq 5 çıxılsın kök altında A, vurulsun 5 üstə gəlir kök altında A. Bağladıq, kökü də bağlayırıq, bərabərdir 2. Aşağılar kökün altı bir fərq bizəmdir, müxtəsər Roma düsturlardır. Yəni ki, A çıxıb B, A çıxıb B, yəni 5-in kvadratı 25 çıxılsın kök altında A-nın kvadratı. Uşaqlar, kök altında A-nın kvadratı ilə A-ya bərabər. Bərabər 2. Və bunun hər tərəfini kvadrata yüksəlsək, 2 gedib kökə aparacaq, qalacaq 25 çıxılsın A, bərabərdir 2-in kvadratı eləyir 4. Buradan da A-nı tapmaq üçün 25-dən 4-ü çıxırıq, bərabər olur 21-ə. Doğru cavab B variantı 21. Asadov. Bəli, 8-ci sinifdir. Yuxarıda da qeyd eləmişəm uşaqlar, yazmışım. Ləman sən qızım. Növbəti 24-cü suala baxırıq. Yirmi dörd. 1500 ədədini, 1500 yox, daha doğrusu 15000 ədədini standart şəkildə yazın. Uşaqlar, ədədin standart şəklində R bərabərdir A vurulsun 10 üstü N idi. Burada A qiymətli hissədir və böyük və ya bərabər 1 kiçikdir 10 aralığında olmalıdır. İndi 1500-ü biz nə qədər geriyə qaydırıq? Ta 1,5-ə qədər. 1, 2, 3, 4. Olacaq nə? 1,5. Əgər mən 4 dənə geriyə qayıtmışamsa olacaq 10 üstü 4. Yəni 1,5 vurulsun 10 üstü 4. 24-ün cavabı A variantıdır. Növbətiyə baxaq. 25-ci sual. Baxaq görə 25-də nə var? 25. 11 bölünsün 2 kök altında 3, üzərinə gəl 1. Kəsirinin məxrəcini irrasionallıqdan azad edin. Kəsirin məxrəcini irrasionallıqdan azad edilmək üçün uşaqlar kəsirin məxrəcinin qoşmasına vurmaq lazımdır. 2 kökdə 3 üstə gəl 1-in qoşması 2 kökdə 3 çıxılsın 1-dir. Əgər məxrəci nəyə vurursansa, sürəti də həmin ədədə vurursan. Yəni 2 kökdə 3 çıxılsın 1 olacaq. Bərabərdir. Məxrəc uşaqlar bir fərq bizəmdir. Yəni 2 kökdə 3-ün kvadratı çıx 1-in kvadratı. 2 kökdə 3-ün kvadratı nədir? 2-nin də kvadratı, kökdə 3-ün də kvadratı. 2-nin kvadratı 4 eləyir, kökdə 3-ün kvadratı isə 3 eləyir. 4 üçün 12. Çıxılsın 1-in kvadratı da 1. Sürətdə də 11 vurulsun, 2 kök altında 3 çıxılsın 1. Bərabərdir. Məxrəcdə 12-dən 1 çıxanda 11 qalır. Sürətdə də 11 vurulsun, 2 kök altında 3 çıxılsın 1. Buradan 11 ilə 11 ixtisara getdi. Yerdə qaldı 2 kök altında 3 çıxılsın 1. Cavabımız olacaq 2 kökdə 3 çıxılsın 1. Yəni A variantı. Yirmi altıncı suala baxırıq uşaqlar. 26. 2,5 vurulsun 10 üstü 6. Üzərinə gəl 95 vurulsun 10 üstü 5. İfadəsinin qiymətini hesablayın və tərtibini tapın. Deməli uşaqlar, burada qüvvəti 6-dır, burada qüvvəti 5-dir. Bu qüvvəti 5 eləmək üçün 2,5-i gəlin belə yazalım. Lap tam aydın yazım ki, 2,5 vurulsun 10 vurulsun 10 üstü 5 yazıram. Onsuz da 10 üstü 1'i 10 üstü 5'e vuranda 10 üstü 6 eləyir. Üzərinə gəlib 95 vurulsun 10 üstü 5 bərabərdir. Burada uşaqlar
2,5'i 10'a vuranda 25 edir. Yəni olur 25 vurulsun 10 üstü 5. Üzərinə gəl 95 vurulsun 10 üstü 5. Burada da uşaqlar dənə ilə danışsaq 25 dənə 10 üstü 5 üstə gəl 95 dənə 10 üstü 5. Eləyir nə qədər? 120 dənə 10 üstü 5. Elədir? Bunu da standart şəkildə gətirmək üçün 1, 2 dənə geriyə qaydırıq. Olur 1,2. Qayıtdığımız qədər qüvvəti artırırıq. Üstünə 2 gəlirik, vurulsun 10 üstü 7. Olur 1,2 vurulsun 10 üstü 7. Bizdən də tərtibini soruşur. Tərtibi də 7-yə bərabər olacaq. Doğru cavab variantı C variantı. Atacağım oğul, bəli atacağım. Növbətiyə baxırıq. 27-ci suala baxaq uşaqlar, görəlim. Aha. 27-ci sual. Deməli, kök altında 32, üzərinə gəl, kök altında 50, bölünsün kök altında 8. Burada uşaqlar, düzdür, irrasional ədəddir, amma elə 32-ni elə vuruqların hasili şəklində yazaq ki, bir vuruğundan kök çıxsın. Mən 32-ni yazsam 16 vurulsun 2, uşaqlar, 16-dan 4 çıxacaq, 2 qalacaq kök altında. 50-ni yazsam ki 25 vurulsun 2, 25-dən 5 çıxacaq kök altında. Və yaxud da ki, uşaqlar, mən sizə öyrətdiyim kimi sadə vuruqlarını ayırıb hər iki dənəsindən birini ata bilərik kökdən çölə. 8-i də ki 4 vurulsun 2 yazsam 4-dən 2 çıxır, kök altında 2 qalır. Bərabərdir. Yuxarıda yenə də dənə ilə danışsaq, 4 dənə kökdə 2, üstə gəl 5 dənə kökdə 2. Eləyir 9 dənə kökdə 2. Məxrəcdə də 2 dənə kökdə 2-dir. Buradan kökdə 2-lər ixtisar getdi. 9-u da 2-yə böləndə cavabımız düşür. 4,5 doğru cavab A variantı. Növbətiyə baxırıq. 28-ci suala baxaq. 28. Deyir, katetləri 8 və 15 olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Uşaqlar, əgər siz Pifaqor ədədləri bilsəniz, daha bunu hesablamaya ehtiyacı qalmaz. Yox, əgər Pifaqor ədədlərini bilmirsinizsə, Pifaqor teoremini bilməlisiniz. Katetləri 8 və 15-dir. Hipotenuzuna C yazsaq, Pifaqor teoremi belədir. Hipotenuzun kvadratı bərabərdir. Katetləri kvadratlarının cəminə, yəni 15-in kvadratı. 8-in kvadratı 64, 15-in kvadratı 225, toplayanda 289 edir. Əgər C kvadratı 289-a bərabərsə, hər tərəfdən kvadrat kök alanda 289-da 17-in kvadratı. Deməli, bizim hipotenuz bərabər olacaq 17-yə, doğru cavab variantı A variantı. Növbətiyə baxaq. 29-cu suala baxaq. 29. Deyir ki, x kvadrat çıxılsın, 6x bərabərdir 0. Tənliyini həll edin. Bunların aşağıları hər ikisindən x-i ortaq vuruq kimi çıxarsaq, qalır x çıxılsın 6 bərabər 0-a. Əgər hasil 0-a bərabərdirsə, vuruqların hər birisini ayrı-ayrılıqda 0-a bərabər götürmək lazımdır. Buradan da x bərabər olur 6-ya. Bir kökümüz 0, digər kökümüz 6. Görək, hər birisi əgər ödəyirsə, 0 versək 0, 6 versək 36, 36, 0. Bəli, hər ikisi ödəyirsə, doğru cavabımız olacaq 0 və 6. Doğru cavab B variantı. Hüseyin, ağlığa gələn variantı yazırsan. Hüseyin, sənə hələ bunu keçməmişəm. Sən hardan bilirsən bunları? 30-cu sual. 5x plus 7 bərabərdir 2x plus 13. Nəyəsə xətinə burada variant yazmaya ehtiyac yoxdur. Binyamin, sənə də aiddir. Hesablar, əgər hesablaya bilmirsənsə gözlə. Yalandan variant atmağa ehtiyac yoxdur. Tənliyini həll edin. Burada 5x, 2x atdıq sola, çıxılsın 2x bərabərdir 13. Müsbət 7-ni atsaq sağa, çıxılsın 7 olacaq. 5x-dən 2x çıxanda qalır 3x, 13-dən 7 çıxanda 6. 3x əgər 6-ya bərabərsə, x-i tapmaq üçün 6-nı 3-ə bölürük, cavab bilir 2. Doğru cavab A variantı. 31-ci suala baxaq. %31-də deyir ki, x kvadrat çıxılsın 5x, üstə gəl 6, bərabərdir 0. Kvadrat tənliyini həll edin. Uşaqlar, bunu Vietlə də tapmaq olar. Vietlə də. Viet teoremi necədir? Çevrilmiş kvadrat tənlikdə köklərinin cəmi əks işarə ilə ikinci həddən salınır. Köklərinin hasili isə sərbəst ədədə bərabərdir. Deməli, uşaqlar, iki dənə ədədi ümumiyyətlə bir-birinə vurub müsbət alıblarsa, bu ya hər ikisi mənfidir, ya da hər ikisi müsbətdir. Amma burada fikirləşin uşaqlar, 2 dənə mənfini toplayanda müsbət verməz.
Deməli, cavablar mənfi, mənfi yox, hər ikisi müsbət, müsbət. Hasili 6 cəmi 5 iləndir ki, ağlımıza gələn 2 və 3-dür. Deməli, bunun kökləri olacaq 2 və 3. Yəni, doğru cavab C variantı. Bu 1. İkincisi, kvadrat təni diskriminantını tapmaqla da həll etmək olar. Deməli, baş həddin əmsalı 1-dir. İkinci hədd əmsalı mənfi 5-dir. Sərbəst həddimiz 6-dır. İlk növbədə diskriminantını tapmaq üçün diskriminantın düsturu B kvadrat çıxılsın 4AC-dir. B-ni yerinə mənfi 5 yazıram, kvadratı çıx, 4 vurulsun. A-sı 1-dir, C-si 6-dır. Mənfi 5-in kvadratı müsbət 25 çıxılsın 4-6-nın 24. Bərabərdir 1. Və köklərini yazdıqda x1 2 bərabərdir. Mənfi B plus minus kök altında diskriminant bölünsün 2-aya. Bərabərdir mənfi. B-si də mənfi 5-dir. Plus minus kök altında diskriminantı da 1 tapmışam. 2 vurulsun, A-sı da 1'dir. Burada uşaqlar mənfini 5-in qarşısındakı mənfi oranı 5 eləyir. Plus minus kökdə 1-dən də 1 çıxır. 2 1'in 2. Uşaqlar plus minus nə deməkdir? Bir dəfə cəmi, bir dəfə fərqini götürəcək. x1 bir dəfə bərabərdir. 5 üstə gəl 1 bölünsün 2. 6 6-nı 2-yə bölündə 3. x2 bərabərdir. Bir dəfə də 5 çıxılsın 1 bölünsün 2. 5-dən 1 çıxanda 4 4'ü 2-yə 2 eləyir. Yəni cavabımız yenə də 3 və 2 olacaqdır. Cavab 3 və 2 C variantı. Növbətiyə baxaq. Yəni mən hər dəfə hamıya deyim ki, uşaqlar bilmədiyiniz variantı vurmayın. Binyamin, sizə mən elə kvadrat tənlik keçməmişəm. Ləman buradasansa səyyada deyərsən də yoxlasın, görə nə qədər vurub, nə qədər vurmayın. 32-ci suala baxır uşaqlar, 32. Katetlər 96 və 180 cm düzbucaqlı üçbucağın hipotenuzu nə qədərdir? Aha. Bir düzbucaqlı üçbucaq çəkək. Katetləri 96 və 108-dir. Hipotenuzu tapmaq üçün uşaqlar, hipotenuzun kvadratı bərabərdir. Katetləri kvadratlarının cəmi, yəni 96-nın kvadratı üzərinə gəl 108-in kvadratı. Bunu əslində 96-nı 96-ya, məktəbdə keçiblər lap yaxşı olur. Eyb yox, onu da bildiklərinizdən yaza bilərsiniz. 96-nı 96-ya vurub 108-i 108-ə vurub sonra cavabları toplamaq olar, onu biraz uzun çəkər deyə. Mən 96-nı yazıram uşaqlar, 12-nin kvadratı vurulsun 8-in kvadratı, onsuz da 96-nın kvadratı deyir. Üzərinə gəl, görək burada başqa nəsə 16-nı yazmalı yox. Üzərinə gəl, 12-nin kvadratı vurulsun 9-un kvadratı. 108-in kvadratını yerinə yazsam əgər. Bərabərdir. Hər ikisindən 12-nin kvadratını ortaq vuruq kimi çıxarsaq, bax, hər ikisindən 12-nin kvadratını çıxartdıq. Qaldı 8-in kvadratı, üzərinə gəl 9-un kvadratı. Bərabərdir. 12-nin kvadratı vurulsun. 8-in kvadratı uşaqlar 64, 9-un kvadratı 81. Toplayanda eləyir 5, 64, 81, 5, 14, 145. 145. Bundan da kök çıxmır. Bu nədir bu? 108 yox uşaqlar. 180. Vay vay vay. 180'i ben 108 yazdım. Uşaqlar fikrim qalıb sizdə. 180'in kvadratı. Yenə də görək bunu 8 ilə yox, 12 ilə ancaq yazmaq olar. 16 ilə yazmaq olmur. Bax 96'nın yerinə yazıram. 12'nin kvadratı vur 8'in kvadratı. Üzərinə gəl. 180'in kvadratını yerinə yazıram. 12'nin kvadratı vurulsun 15'in kvadratı. Bərabərdir. Hər ikisindən 12'nin kvadratını çıxarsaq, qalır 8'in kvadratı, üzərinə gəl 15'in kvadratı. Bərabərdir 12'nin kvadratı vurulsun. 8'in kvadratı 64, 15'in kvadratı 225. Bərabərdir 12'nin kvadratı 144 eləyir, 144 vurulsun. 64'ün üstünə 225 gələndə 289. Uşaqlar, C kvadratı bərabərsə 144 vurulsun 289'a. Hər tərəfdən kvadrat kök alanda 144'dən 12 çıxacaq, 289'dan 17. Deməli biz 17'ni 12'ye vurub tapacağıq. 2 7'nin 14 1 ya da 2 birinci o da 1 3 1 7'nin 7 1 1'in 1 4 11 ya da 2. Cavabımız eləyəcək 204'e bərabər, doğru cavab D variantı. Yaxşı Ləman, yaxşı. Şimdi YouTube atacağım yenə. Dərsi qurtarandan qurtarıram. Caz qalıb 6-7'dən sual qalıb. Atacağım YouTube'a, endi baxaq. Növbəti 33-cü suala baxırıq. 33-cü sual. 2 üstü 8 bölünsün 2 üstü 4 çıxılsın 2 üstü 3. Bərabərdir.
Demək olar, burada bölmədə qüvvətlər çıxılır. Yəni 2 üstü 8 çıxılsın 4. Bir dənə də çıxılsın 2 üstü 3-ümüz var. 2 üstü 8-dən 4 çıxanda 2 üstü 4 qalır. Çıxılsın 2 üstü 3. 2-ni 4 dəfə özünə vuranda 16 edir. 2-ni 3 dəfə özünə vuranda 8 edir. 16-dan 8 çıxanda qalır 8. Doğru cavab variantı B variantı. 34-cü suala baxırıq. Deyir, bu bir hədisini standart şəklə gətirin. Mənfi 1/3-də 1 x kvadrat y kubunun kubu bərabərdir. İlk növbədə mənfi 1/3-də 1 düzgün olmayan kəsrə çevirək. 3-də 3 birin 3 üzərinə bir gəndə 4 x kvadrat y kubunun kubu. Demək olar, burada kub hər birisinə aiddir və mənfidir. Tək dərəcədəndirsə cavab elə yenə də mənfi qalacaq. Çünki tək dərəcədən mənfi mənfiyə bərabərdir. Kub hər birisinə aidsə 3-ün də kubu, 3-ün kubu eləyir 27, 4-ün kubu eləyir 64. X kvadratının kubu eləyir x üstü 6, y kubunun kubu eləyir y üstü 9. Belə saxlayıb deyə doğru cavab x üstü 6, y üstü 9. A variantı olacaq uşaqlar. Bu belə. Keçdim növbətiyə. 35-ci suala baxaq, görəyələr. 35 dənə deyir. 35. Demək deyir ki, 6 üstü 5 bölünsün, 2 üstü 2 vurulsun, 3 üstü 3 bərabərdir. Hə. Sonra 35-i yazın görəyələr, nə eləmək olar? Bax, 6 üstü 5'i uşaqlar yazıram, 2 üstü 5 vurulsun 3 üstü 5. Məxrəcə də dəymirəm, 2 üstü 2 vurulsun 3 üstü 3 bərabər. 2 üstü 5 ilə 2 üstü getdi, sürətdə qaldı 2 üstü 3. 3 üstü 5 ilə 3 üstü 3 getdi, sürətdə qaldı 3 üstü 2. Deməli, 2 üstü 3 vurulsun 3 üstü 2. Bu da bərabərdir. 2-ni 3 dəfə özünə vuranda 8 eləyir, 3-ü 2 dəfə özünə vuranda 9 eləyir, 8 9-dan 72 eləyir. Doğru cavab variantı B variantıdır uşaqlar. Növbəti 36-cı suala baxaq. Görək 36 nə deyir bizə? Otuz altıncı sual. Kök altında 2 tam onda 5. Üstə gəl kök altında 1 tam onda 6. Üstə gəl kök altında 0 tam onda 1 bərabərdir. Uşaqlar, bu 2 tam onda 5, 2 tam onda 5. Düzgün olmayan kəsrə çevirəndə onda 25'dir. Üzərinə gəl 1 tam onda 6-nı düzgün olmayan kəsrə çevirəndə onda 6'dır. Üzərinə gəl kök altında 0 tam onda 1-dəki onda 1'dir. Bərabərdir. İndi bir kökün altındadsa mən buna ayrı-ayrı kökləri nisbəti şəklində yaza bilərəm. 25'dən 5 çıxır, amma 10'dan kök çıxmadığına görə kök altında 10 qalır. 16'dan 4 çıxır, amma kökdə 10'dan kök çıxmır, kök altında qalır. 1'dən 1 çıxır, amma kök altında 10'dan kök çıxmır, qalır kökün altında. Və bunların məxrəcləri bərabərdir deyə sürətlərini toplayıram. 5, 4, 1, cavab olur 10. Və məxrəci irrasionaldan azad etmək üçün uşaqlar hər tərəfi məxrəcin qoşmasına vururam, yəni kök altında 10'a vururam. Bərabərdir. Məxrəcdə kökdə 10'u kökdə 10'a vuranda eləyir 10, sürətdə də 10 vurulsun kök altında 10. 10 ilə 10 ixtisara getdi, cavabımız qaldı kök altında 10, yəni doğru cavab C variantı olacaqdır. Növbəti 37-ci suala baxaq. Otuz yedinci sual. 3 üstü 2 vurulsun 6 üstü 2 bölünsün 18 üstü 2. İfadəsini də hesablayın. Görək burada nə etmək olar? Gəlin bunu belə yazan uşaqlar. Əslində qüvvət şəklində də göstərmək olar. Bu bölməni kəsr kimi yazsam, bax. 3 üstü 2 vurulsun 6 üstü 2 bölünsün 18 üstü 2. 3 üstü 2 9'dur. 6 üstü 2 36'dır. 18 də 2 dəfə özünə vurmuram. Elə 18 vur 18 yazıram. Burada uşaqlar 36 ilə 18 getdi 2 qaldı. 9 ilə 18 getdi 2 qaldı. 2 ilə də 2 ixtisara getdi. Doğru cavab oldu 1 A variantı. Növbətiyə baxırıq. 38-ci sual. 38. 38'də deyir ki, x kvadrat çıxılsın 4x plus 2 bərabər 0 kvadrat tənliyinin kökləri cəmini tap. Sonra bu çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə köklərinin cəmi əks işarə ilə ikinci həddən salınır. İkinci hədd -4-də əks işarə ilə müsbət 4-dür. Deməli bizdən köklər cəmi soruşur elə.
4'e bərabərdir. D variantı. Növbəti 39-cu suala baxaq. Görək 39-da nə deyir bizə? Otuz dokuz. Düzbucaqlı üçbucağın katetləri fərqi 7 sm və hipotenuzu 17 sm olarsa, kiçik katetin tapın. Deməli, bir düzbucaqlı üçbucaq çəkək. Bir katetinə A deyirəm, sonra digər katetinə B deyirəm. Hipotenuz da 17-dir. Katetlərin fərqi 7 sm-dir. Hipotenuzu 17 sm. Olarsa, kiçik katetini tapın. Deməli, neyniyək görür? Katetlərin fərqi deyirsə, deyək ki, A çıxılsın B bərabərdir 7-dir. Mən buradan A bərabərdir 7 üstəgəl B əvəzləməsi aparsam və Pifaqor teoreminə görə uşaqlar katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Və buradan A-nın yerinə 7 üstəgəl B yazsam olacaq 7 üstəgəl B-nin mötərizə kvadratı üzərinə gəl B kvadrat bərabərdir 17-nin kvadratı 289. Bunu müxtəsər vurma üsuluna görə açsaq, birincinin kvadratı 49. Üzərinə gəl, birincinin ikinciyə vurma hasılı 7B, 2 misli 14B. Üzərinə gəl, ikincinin kvadratı. Üzərinə gəl, B kvadrat. 289-u atıram sol tərəfə, bərabər eləm 0-a. Sonra burada B kvadratlarını toplayanda eləyir 2B kvadrat. Üzərinə gəl 14B. 49-dan da 289-u çıxıram. Mənfi 0, 4, 2. 240 bərabərdir 0-a. Və bunu çevrilmiş kvadrat tənliyə gətirmək üçün hər tərəfini 2-yə bölürəm. Hər tərəfini 2-yə böləndə qalır B kvadrat. Üzərinə gəl 7B çıxılsın 120 bərabər 0-a. Bunu da köklərini V-lə şifahi olaraq tapsaq, B1 bərabər olacaq. Deməli, cəmi mənfi 7, hasili mənfi 120 eləyən ədədlər olacaq mənfi 15, B2 bərabərdir, müsbət 8. Şöyle, təbii ki, tərəf mənfi ola bilməz deyə mənfini götürmürük. B oldu 8. Gətirib burada B-nin yerinə 8 qoysaq, 7 üstəgəl 8 bərabərdir 15 olacaq. Demək olar, A oldu 15, B oldu 8. Bizdən də kiçik katetini soruşur. Kiçik katetimiz 8-ə bərabər olacaq. Doğru cavab A variantı. Və nəhayət sonuncu 40-cı suala baxaq. Deyir, aşağıdakılardan hansı doğru deyil? Doğru deyil. Diqqətli olaq, doğru deyil soruşur. Deməli, 40-cı sual. Şöyle 40-cı sual bu güvən 9-da qaydalarda vardı hamısı. A üstü n bölünsün A üstü m. Bərabərdir qüvvətlər, bölmədə qüvvətlər çıxılır da əsaslar n-si. N çıxılsın m. Burada da n-si uşaqlar, deməli A variantı doğrudur. B variantı. A üstü n vurulsun B üstü m. Bərabərdir AB-nin üstü n üstəgəl m. Uşaqlar, belə bir anlayış yoxdur. Deməli, doğru olmayan C variantı olacaq. B variantı olacaq. C variantında qüvvətin qüvvətə yüksəldilməsidir. Qüvvəti qüvvətə yüksəldəndə dərəcələr bir-birinə vurulur. N-in və yaxud da ki, M-in fərqi yoxdur. Bu doğrudur. D variantında demişdik ki, mənfi üslük əməliyyat kəsrə bərabərdir. Mənfi itir, ədəd düşür məxrəcə. Bu da doğrudur. Y variantında demişdik ki, istənilən kəmiyyətin qüvvəti sıfırdırsa, bu 1-ə bərabərdir. Bu da doğrudur. Səhv olan B variantı olacaq. Bu qədər. Sağ olun.